Demək, belə bir həndəsə sualına baxaq. Bu sualı həll etmək üçün nə etmək lazımdır? Bizdən x bucağını soruşur, yəni bucaq B-ni soruşur. Bunu tapmaq üçün biz OB-yə R deyək, yəni radiusdur. OD də radiusdur, R-dir və özümüzdən OC radiusunu da tamamlayaq. Bu da R olacaq. Və fikir versək, OCD üçbucağına bərabər yanlı üçbucaqda RR. Ona görə oturacağı biçik bucaqlar bərabər olmalıdır. Yəni bu bucağa 50 dərəcə qalır. Bu bucaq 50 dərəcə olduğuna görə 50, 50, 100 və təpə bucağına 80 dərəcə qalacaq. Bura 80 dərəcə olduğuna görə bura 10 dərəcə qalacaq. Çünki ikisi birlikdə 90 idi. Və burada OBC üçbucağı da bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucağın təpə bucağı 10 dərəcədirsə, oturacağı bucaq, bitişik bucaqları da x olub və x də buradan bərabər olub. 180-dən 10 çıxanda 170 qalır və 170-i də 2-yə bölsək, cavab 85 qalmış olur.